8 noyabr 2025-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin və 11 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər günü münasibəti ilə rayonun Hüseynazlı kəndində ağacəkmə aksiyası təşkil olunub. Ağacəkmə aksiyasında Masallı rayon icra rəhbəri Araz Əhmədov, icra aparatının nümayəndələri, Masallı rayon polis şöbəsinin rəisi Azay Ağayev, polis mühafizə orqanları, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, Meşə İdarəsinin işçiləri, media nümayəndələri də iştirak etmişdir. Meşə İdarəsinin rəisi Nəsimi Nəsibovun dəvəti ilə haqq səsi tədbirin əməkdaşları da aksiyada iştirak etdi. Efirə aldı Məsdiyev Ruslan, müsahibə aldı Burada olsun Zəfər Park. Bugün əhdi, burada xeyirli olsun Zəfər Parkı. Bugün bu ilin konstitusiya və suverenlik ili çərçivəsində rayonumuzda ilin axırına qədər hələ ağac əkmə kampaniyası davam edəcək. Biz hesab edirik ki, bu hava şəraiti imkan verir ki, biz daha çox ağac əkək. Xüsusilə Bakı-Astara avtomobil yolunun rayonumuzun ərazindən keçən hissələrində yol qovşaqlarında olan boş ərazilərin yaşıllaşdırılması istiqamətində istəyirik ki, əməli tədbirlər görək. Hətta ora elə ağaçlar əkilir ki, çoxlu meyvə ağaçları əkilir. Ancaq belə yaşıl ağaçların, həmişə yaşıl ağaçların əkilməyi də, çinarların və digər ağaçların əkilməyi də elə yenə də meşə təsərrüfatının tətbiq olmasıdır. Bu işdə zəhməti olan Meşə 11 saylı Meşə İdarəsinin rəhbərliyinə, Ekologiya Təbii Sərvətlər Nazirliyi rəhbərliyinə, rayonumuzun hüquq mühafizə digər rəhbər, idarə, müəssisə rəhbərliyinə, bütün rayonun sakinlərinə xüsusi təşəkkür edirəm ona görə ki, bizim rayonumuzda ağac əkmə kampaniyasına ürəkdən yanaşır, xüsusi diqqətlidir. Yəni, iş xatirinə deyil, kampaniya xatirinə deyil, həqiqətən rayonumuzun yaşıllaşdırılması xatirinə həyata keçir. Yeri gəlmişkən, hər gün mən bu palıd ağaçlarını, rayonumuzun ərazisində salınmış palıd meşələrini görəndə sadəcə qəlbim iftixar hissi ilə doğur və o həmən bu palıd meşələrini salınır, dünyasını dəyişmiş bütün rəhbərlərin əziz xatirəsini yad edir. Bütün Masallı Azərbaycan Respublikasında bu qədər palıd meşəsi olan yeganə rayonlardan biridir. Bizim isə borcumuz bu yaşıllıqları artırmaq, daha da çox artırmaq. Bugün əkdiyimiz ağaçlar, bu park olacaq Zəfər Parkı və bugünkü bayram münasibətilə, sabahki Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibətilə sizin simanızda bütün Masallıların hamısını təbrik edir. Bayramımız mübarək olsun, zəfərimiz isə əbədi olsun. Allah Azərbaycan xalqını və türkçəsini sağ olun, var olun. Masallı rayonun haqq səsi TV1-in əməkdaşıyıq. Elxan müəllimin təşəbbüsü altında yəni biz müxbirlər sizin həmişə qulluğunuzdayıq. Sizin də gözəl işlərinizlə haqq səsi TV1-in müxbiri olaraq biz də bu günləri sizin hüzurunuzdayıq. Yeniliklərlə bağlı nə varsa bizə izah edə bilərsiniz. Çox sağ olun, xoş gəlmişsiniz. İlk öncə mən sizin timsalınızda bütün Azərbaycan xalqımızı, dövlətimizi, millətimizi bu gözəl gün, bu Zəfər bayramı günü münasibətilə təbrik edirəm. Təşəkkür ederim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah xalqımızı, dövlətimizi, millətimizi qorusun. Allah bizim rəşadətli ordumuzu qorusun. Müəllim, yeniliklərlə bağlı nə təsəvvür edərdiniz, təzə nələr başlayır? Bu günlərin biz 11 saylı Regional Meşə Təsərrüfat Mərkəzi olaraq biz Masallı rayonunun Hüseynazlı kəndi ərazisində 1 hektar ərazidə 1100 ədəd Xan Çinarı və Eldar Şamı ağacları bitlər əkmişik və bu gün münasibətilə bu parkın adında Zəfər Park adlandırılır. Biz 11 saylı Regional Meşə Təsərrüfat olaraq ümumiyyətcə bu il ərzində biz təxminən mən sizə deyim ki, 100 minlərlə ağac etmişik Masallı ərazisində. Və işlərimiz də daha da davam etdiririk. İlin sonuna kimi də yəqin ki, bu rəqəmlər daha da çox olacaq. İnşallah bundan da uca zirvələrdə olasınız. Çox sağ olun. Bundan da necə deyək, biraz da addımlarınız böyük olsun. Yəni həmişə də səssiz ucalardan gəlsin. Bizi də Elxan müəllim, yəni bizim
rəhbərimiz olaraq göndərib. Sizin yəni sağ ki, olun. gözəl sözləriniz, gözəl sədalarınız gəlib onun qulağına çatdığına görə biz də bölgə müxbiri sağ olun. olaraq istədik ki, səsləndirək. Sağ olun, çox sağ Bir olun. daha Elxan təşəkkür müəllimə də edirik. biz təşəkkür edirik ki, Elxan müəllim belə tədbirləri yaddan çıxartmır, bizi yaddan çıxartmır. Elxan müəllimə biz təşəkkür edirik. Özümün adından, şəxsən bizim kollektivin adından bir daha bayramımız mübarək olsun. Bu bizim bayram, bizim bu xalqımızın qürur və fəxarətlə qeyd etdiyi bir gündür. Əlbəttə. 30 illik həsrətə bizim möhtərəm prezident cənab Ali Baş Komandanımızın rəhbərliyi altında bəşarətli ordumuz bu həsrətə son qoydu. Çox sağ olun. Allah dövlətimizi, xalqımızı, millətimizi və ordumuzu qorusun. Təşəkkür ederim. Çox sağ olun. Şad oldu. Biz haqqımızda edinə məşəş olaraq hər zaman sizin xeyrat davamınızı gəlib çatdırdığı üçün biz sizin kimi vətən Bunu gel bakıp gel temizle gel. Bunu temizle bunu da. Yola gel bu kadar. Çaşqa üstünü qalsın, deyil. Çaşqa üstünü qardaşlar fəxr edirik ki, sizin kimi gözəl insanlar var və biz cənab prezidentimiz dediyi kimi də biz dəmir yumruq olaraq hər zaman bir oluruq və şəhid ailələrinin və qazilərin hər zaman diqqətimiz, qayğımız altındadır və bizim baş tacımız da var. Biz onlardan fəxr edirik. Çox sağ olun. Sağ olun müəllim, var olasınız. Şad olun. Təşəkkür edirəm, çox əziyyət çəkmisiniz, bayramınız mübarək olsun. Çox Çox sağ olun müəllim. Təşəkkür edirik bir daha.